Tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycan Mərkəzi Bankından maaş və pensiya kartları ilə bağlı yeni açıqlama Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin daha da artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə verdiyi müsahibədə danışıb. Sədr bildirib ki, hazırda bu istiqamətdə texniki hazırlıq işləri davam etdirilir və yeni yanaşmaların tətbiqi üçün zəruri proseslər həyata keçirilir. Onun sözlərinə görə planlaşdırılan yeniliklərin sentyabr və oktyabr aylarında tətbiqinə başlanılması nəzərdə tutulur. Taleh Kazımov qeyd edib ki, əsas məqsədlərdən biri maaş və pensiya kartları bazarında rəqabət mühitini daha da gücləndirməkdir. Onun fikrincə, bu sahədə həyata keçiriləcək yeni mexanizmlər banklar arasında sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək və vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək. Hazırda ölkədə minlərlə vətəndaş əmək haqqını və pensiyasını bank kartları vasitəsilə əldə edir. Bu səbəbdən kart xidmətləri həm bank sektoru, həm də istifadəçilər üçün böyük əhəmiyyət daşıyır. Rəqabətin artması isə gələcəkdə xidmət səviyyəsinin yüksəlməsinə, yeni imkanların yaradılmasına və bankların daha müasir həllər təqdim etməsinə şərait yarada bilər. Mərkəzi Bank sədrinin sözlərinə əsasən hazırda texniki işlər yekunlaşdırılır və bütün hazırlıq prosesi plan üzrə davam edir. Tətbiq olunacaq. Yeni mexanizmlərin detalları isə müvafiq hazırlıq mərhələsi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq. Ekspertlərin fikrincə, maliyyə sektorunda rəqabətin gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür yeniliklər bankların müştərilər üçün daha səfəli və rahat xidmətlər təqdim etməsinə stimul yarada bilər. Eyni zamanda rəqabət mühitinin genişləməsi rəqəmsal bankçılıq xidmətlərinin inkişafına da müsbət təsir göstərə bilər. Qeyd edək ki, Mərkəzi Bank son illərdə ödəniş sistemlərinin təkmilləşdirilməsi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və bank sektorunda innovativ həllərin tətbiqi istiqamətində müxtəlif layihələr həyata keçirir. Maaş və pensiya kartları bazarında planlaşdırılan yeni yanaşmalar da bu islahatların davamı kimi qiymətləndirilir. Beləliklə, Mərkəzi Bankın açıqlamasına əsasən sentyabr və oktyabr aylarında maaş və pensiya kartları sahəsində yeni mexanizmlərin tətbiqinə başlanılması gözlənilir. Hazırda texniki hazırlıq işləri davam edir və məqsəd bu bazarda rəqabəti artıraraq vətəndaşlara göstərilən bank xidmətlərinin daha da inkişaf etdirilməsidir. Yeni sistemin bütün detalları rəsmi şəkildə açıqlanacağı zaman ictimaiyyətə əlavə məlumat təqdim